Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Daşqın Hidayət oğlu Şəfiyev. Şəfiyev Daşqın Hidayət oğlu 22 avqust 1989-cu ildə anadan olub. 1995-ci ildə Samux rayon Orta Məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta məktəbi bitirib. Həmin ilin iyul ayında səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə hərbi xidmətini başa vuran Daşqın Şəfiyev hərbi xidmətdə olduğu müddətdə öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Biz Kəlbəcərdən qaçqın düşən zaman Daşqın körpə uşaq idi. Onu demək olar ki, qucağımızda gətirdik. O Kəlbəcərin heç bir daşı, bir qayası onun yadında qalmamışdı. Daşqın mənim ən yaralı yerim olub. Həmişə arzusu o idi ki, Kəlbəcərə qayıdaq, Kəlbəcəri görək, 30 illik həsrət bitsin. Tovuz hadisələrində bizdən xəbərsiz gedib könüllü yazılmışdı. Daşqın Şəfiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan Azərbaycan ordusunun apardığı əks-hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Bir komandir gəlmişdi, danışırdı ki, Daşqın ağsaqqal kimi idi. Orada deyəndə ki, ay uşaqlar, gedək bu şeylə hamı deyir, Daşqın dalına gedirdi. Döyüş olanda da Daşqın deyir, qabağa çıxırdı, bizim əmr verməyimizə lazım gəlmirdi. Hamı Daşqının arxasından gedirdi. O zəng eləyib danışırdı məndən tez-tez. Ondan sonra axırıncı danışığında qayıtdı deyir ki, mama Allah zamanında olasınız, Allah sizi qorusun. Daşqın Şəfiyev 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayon Seyidlər kəndində dəfn edilib. Ayın 4-də erməni şərəfsizlər hücum eləyər biz tərəfə. Daşqın orada şəhid olar. Bizə Allah onlara kömək olsun. Daşqını həmin gün oradan götürmüşdülər. Övlad itkisi çox ağırdı. Daşqına şeir yazıram. Bu dünyada onunla görüşməyəcəm. O dünyada görüşəndə ona yazdığım şeirləri, məktubları ona verəcəm. Fəxr edirəm şəhid anası olduğum üçün. Daşqın Şəfiyev vətən uğrunda və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım
qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.